Rəşad qardaş, Qamət hər dəfə dərslərində deyir ki, Rəşad bu Adilin məsələlərini ən birinci bilənlərdəndir də, amma demir də, susur. Yəni bu da onun elə mənhəci xarablığı elə budur da. Yəni ümumi yeri budur da. Yəni belə bir məsələ varmı ümumiyyətlə? O nədir də o, yəni ki, bilirsiniz, demirsiniz. Belə şey varmı? Bax qardaşım, biz hər dəfə deyirik ki, bunların indiki tutduğu mənhəc Əhlüsünnənin mənhəci deyil. İndi apardıqları mənhəc Əhlüsünnənin mənhəci deyil. Hansı mövzuda? Bidət əhli ilə müamilə, rəftar aparmaqda bunların tutduğu yol, təriqa, mənhəc Əhlüsünnənin mənhəci deyil. Hər dəfə deyirik. Adi, məsələn, indi o sualın cavabına keçməmişdən qabaq deyim, sonra yadıma sal sualı. Adi, bir neçə gün qabaq nə barəsində danışdım? Bunların mənhəci nədənsə o kasıb, o yetim, imkansız qardaşların başında çatlayıb. Bu barədə danışdıq, düzdür? Bu mövzunu nəyə görə danışdım? Səncə? Yəni, dayandığım yerdə bu məsələni niyə danışdım? Ona görə ki, bunlar harda oturur, hər sual cavablarında mənhəci qeyd edirlər. Dərslərində, sual cavablarında. Harda oturmurlar? Neçə illərdir. Mənhəc danışırlar. Təzim ediblər, böyüdüblər, şişirdiblər. Olsun, normaldır, problem yoxdur. Amma harda oturdular, bidət əhli ilə mənhəcinizi bilin, ey qardaşlar. Mövqe bildirin, səffi ayırın, salam verməyin və s. bu kimi şeylər harda oturdu danışırlar, düzdür? Və mən o mövzunu niyə danışdım? Görürəm axı, cəmaat içindəyəm. Baxıram ki, gecə-gündüz mənhəc qışqıranlar, Əhlüsünnənin, Sələfi Salihin mənhəci, bidət əhli ilə onlar necə rəftar ediblər, necə müamilə ediblər, mənhəc qışqıranlar. Baxıram ki, nədənsə bu mənhəc söhbəti məsələsi varlı, imkanlı qardaşlara aid edilməyib. Görürəm axı, Emil, şahid oluram bu məsələnin. Və bu yandan da bunu görürəm. Mənhəcə çağıranları. Bu yandan da tətbiqi görürəm. Tətbiq bildiniz də, necə yerinə yetirirlər, necə rəftar edirlər, tətbiq, əməli. Baxıram ki, bunların şeyxi gecə-gündüz mənhəc qışqırır, amma tətbiq o deyil. Şahid oluram gözlərimlə. Tətbiq o yetim, miskin qardaşlar var, pulu olmayanlar o mənada. Nədənsə onların başında çartlayıb. Məsciddə görür səni 10 metr yan keçir. Pulu olmayanlar. Pullu adam, varlı, yaxud şöhrətli, yaxud adsanlı, məsələn, idmançıdır. Tanınır da. O pullu qardaşlar, mənə qulaq asanlar, Adilə qulaq asan və s. başqa tələbələr hansı ki, onların şeyxi cərh edir. Onları görəndə öpüşüb görüşürlər. Toylarında da iştirak edirlər, məclislərində də, əlaqələri də var, hər şey normaldır. Heç nə olmamış kimi. Görürəm bunu. Halbuki görüşməli deyil. Halbuki görüşməli deyil. Niyə mənim başımda çartlayıb? Niyə onunla eyni rəftarı edə bilmirsən? Bunu mən görürəm deyə mən bunu dedim.
bir neçə gün bundan qabaq dedim ki, bu belə olmur. Və bu dəlalət edir ki, bunların tutduğu yol səmimi deyil. Sən demə, ortada mənhəc söhbəti deyil. İndi başa düşdünüz, o dərsi nəyə görə vermişəm? Yəni, o mövzuda nəyə görə danışmışam? Demək istəyirəm ki, sizə, qardaşlarıma, ey qardaşlarım, bunların dərdi, mənhəc həqiqətdə o deyil, yəni. Din söhbəti deyil. Kişi mənhəcin dərdini çəkir, narahat olub. Birdən mənə salam verərlər, yolumu azmışam, birdən mənə salam verər, mən azdıraram onu, belə bu kimi şeylər. Bu deyil. Budursa, bu onlarla da elə, eyni rəftarı. İndi təsəvvür elə Emil, gözləyirəm axı kimsə çıxıb cavab versin. Yoxdur, əlhamdülillah. Biri cavab verib. Kimdir? Bilinmir. Allahu aləm. Əslən kimliyi bilinmir Emil. Hətta o şeyxin yanında olan tələbələrdən bir neçəsindən soruşdum, dedi, qardaş biz tanımırıq onu. Biz özümüz bilmirik kimdir. Məchul. Bilinmir. Mənə rəddiyə verib bu dərsimə, cavab verib. Əslində bu mövzuya cavab necə olmalıdır Emil? En azından belə olmadığını bir şey. Əhsən. Bu mövzuya cavab verirsənsə, biri çıxıb deməlidir ki, Rəşad qardaş, vallahi sən belə deyirsən, amma biz hamı ilə eyni rəftar aparırıq. İmkanlı, imkansız, şöhrətli, şöhrəti olmayan, adlı sanlı, adı sanı olmayan. Biz axı niyə bizə iftira atırıq? Cavab belə olmalıdır axı, o dərsimə. İkinci cavab yoxdur da, çünki mövzu budur. Başa sala bildim Emil? Baxıram, 10 dəqiqə söhbət eləyib, deyirəm, indi yəqin mənə cavab verib də. Baxıram ki, mövzu yoxdur. Qıraqdadır. Kişinin mənə sözü var. Dərdi var bunun. Ürək sözü var, onu demək istəyir. Yoxdur, mövzu yoxdur. Niyə mövzu yoxdur? Çünki yadında demir, mən bu mövzunu danışanda dedim ki, gözləyirəm, çıxıb desinlər ki, belə şey yoxdur. Mən də çıxım bir-bir adları deyim. Yadınızdadır, Emil? Vallahi bu cürdə dedim əxi. Onlarla, 20'lərlə, bəlkə də 100'ə çatdıraram siyahını, adlarla. Çünki niyə Emil? Tanıdığım qardaşlardır. Əvvəl mənlə olublar bir yerdə, çox yaxın olmuşuq. Mənim ətrafım hamısını tanıyırlar, düzdür. İndi şeyxin yanındadılar. Bizim ətrafımızda olan o imkanlı qardaşlarla münasibət qalıb, bizdə münasibət yoxdur. Şeyxin təbliğ etdiyi mənhəcə bax. Başa sala bildim Emil? Dayı. İndi mən də dedim ki, orada kimsə çıxıb desin ki, yoxdur bu söhbət, yalan deyirsən. İndi bu da çıxıb mənə rəddiyə verib. İndi ad çəkmirəm, heç bilinmir kimdir. Söhbət o deyil, indi bu uyğundur deyə danışıram. Mövzuya rədd belə olmalıydı. Yalan deyirsən, biz kişi kimi eyni mənhəci hamı ilə aparırıq. Həm mən onda çıxıb deyərdim ki, belədir, bax bunlar, filan kəsin toyuna gedirsən, filan kəsin əqiq məclisi, filan kəsin məclislərində iştirak edirsən, filan kəsdən məsciddə öpüşüb qucaqlaşırsan. Mənə halbuki o mənhəcə görə bizdən uzaq düşmüsən. Dayı. Baxıram, cavab yoxdur. Ürək sözü var. Bir neçə sözü var deyib. İndi o şeyxlərin verdiyi rəddiyə hansı yerdədirsə, o yanında olan adamların da verdiyi rəddiyə belə olmalıdır, labüddür. Lağlağı olan insanın yanında lağlağı olar. Başa düşürsən? Yəni, şeyxləri necə rəddiyə verirsə, kimisə haqqında danışırsa, onun yanında olanlar da elə danışacaqlar. Mövzu yoxdur. Orada bir məsələn qeyd edir, Emil, təsəvvür elə. İnsan, görmüsünüz, o bir söz var, insanın içi qurtlu olanda. Qurtludur içi, xəbisdir. Emil, yadıma sal, o dərsdə dedim ki,
Qardaş 8 ildir qardaş nə qədər çıxıb deyərləri, analar ağlar qoymusan, analar ağlar qoymusan, analar ağlar qoymusan. Ha nə qədər deyərlər bu sözü. Bu məlumdur da bu söz kimə deyib. Analar ağlar qoymusan, yəni sən göndərmisən cəmaatın uşaqlarını cihad adından, Əlxan Musayevdən gedir də söhbət. Göndərmisən, qırılıb orada analar ağlar qoymusan, düzdür? Məlumdur kim deyir də bu sözü. Mən bunu misal çəkmişəm də. Gör, insan o qədər qurtludur ki, içi, o qədər xəbisdir ki, buradan bilirsiniz nə istinbat edib? Sizdə nə istinbat edib? Nə çıxardıb? Vallahi istinbatına bax. Deyir, bilmirəm, deyir, dəqiq tuta bilmirəm. Deyəsən, Əlxan Musayevlə münasibəti düzəlib. Nə əlaqələri var, deyir. Deyəsən, münasibəti yaxşılaşmağı doğrudur, yoxsa təzə münasibət qururlar, nəsə ünsiyyətləri filan. Buradan bu istinbatı çıxardım. Ən axırıncı çıxarılan şey çıxarsa, bu çıxardardı, o da çıxartdı, yəni. Təsəvvür eləyin, axı, o insan görə nə qədər xəbisdir, yəni. Mən və Əlxan Musayev münasibət təsəvvür eləsəyimi? Gülməli, yəni. Hardan çıxardı? Amma mən də demək istəmişəm. Demək istəmişəm, hə, analar qoyub ağlar. Sözümün canı nə olub? Bir dəfə deyərlər də, qardaş, 2 dəfə bildikdə kim analar ağlar qoyub. Bəsdir də, qutar da. Yəni, onu demək istəmişəm. Bu, miskin, mənə rədd edən. İndi, deyir, bu, nə məsələdir? Mən də tutanmıram, deyir. Belə də deyir. Mən də tutanmıram, nə? Deyəsə, münasibətləri düzəlib zor. Əl-mühim, bu söhbət o deyil, o rədd edən adamdan gedmir söhbət. Məlumdur. Mən hər dəfə deyirəm, Emil, bax. Bəzi insanlar var, onlar gedib gəziblər Türkiyəni, Misri, Ərəb ölkələrini, səyahət ediblər. Onlar özlərinə elm tələbəsi deyirlər. Yox. İnsanın, İbrahim, nəfsində, bunu alimlər deyir, Emil, insanın nəfsində özünü biruzə verməyə rəğbəti var. Hər insanın. Hə? Mən də varam. Mən də varam. Özünü isbat etmək istəyi var. Nəfsiyyətə şəb budur. Düz demir? Bu, yadımdan çıxdı deyim, o, mənə rədd edən var, orada İbn Sirinin bir sözünü deyir. Rahiməhullah tabiin. İbn Sirin. Bilirsiniz nə deyir? İbn Sirrin. İbn Sirrin, Allahu Akbar, o imama İbn Sirrin bu günə qədər heç kim deməyib. Ərəb dilində oxuya bilmir. İbn Sirin hara, İbn Sirrin hara. Belə tabiin yoxdur, yəni. Demək istədim odur ki, ümumiyyətlə ərəb dilini qoyaq, normal danışa bilmir adam. Çıxıb fikir bildirir bizə. Fikir bildirərlər, qardaşım, niyə bildirmirsən ki? Hamıya fikir bildir, azadsan, söhbət elə. İbn Sirinə İbn Sirrin demədə heç olmasa, nə məcburdur? Tabinə adını düzgün oxu da heç olmasa. Bilmirsən, güləsən, bilmirsən, neyniyəsən. Əl-mühim, bəzi insanlar, o tanınmayan insanlar var, o özünü biruzə vermək istəyən insanlar var həyatda. Onlar, vallahi deyirəm, Emil, o həyatda belə böyük, qlobal deyirlər də, o fitnəli məsələlər olmur. Onda peyda olurlar, belə gül açırlar, çıxıb, gəlib, fürsətdir, tapıb. Vallahi, belə insanlar fitnələr vaxtı üzə çıxıb danışan insanlar nə qədər görmüşük. Adlarla deyərəm bir-bir. İndi tozları yoxdur. Hardadır? Soruşsam məndən, Allah bilir harda, biri ticarət eləyib, biri yoxdurlar. Çünki düz gəlməyiblər. Güdə bilməyiblər ixlası, səmimiyyəti, Allahla sadiqliyi. Fitnə vaxtı çıxıb. Bu da yoxdur adam. Belə söhbətlərdə çıxıb fikir bildirir, kişi fikir bildirir. Başqa cür yolum yoxdur axı, necə ispat edim özümü? Məqam düşmüşkən, elə qoy elə fürsət deyil, Rəşad şeyxim haqqında danışıb, heç kimlə cavab vermir.
Mən çıxım cavab verim, qıraqdan deyəcəklər, "A bu kimdir?" Hə? İsbat gəldi yoxsa yox? Gəldi nəfsin isbatı. Bunlar budurlar yəni. Və bunlar bundan ibarətdirlər. Əl-mühim Allah islah eləsin, heç belə lazım da deyil. Demirəm Emil, soruşdum şeyxin yanında olan tələbələrdən. Dedi, "Vallah Rəşad qardaş, bilmirik kimdir, heç biz də bilmirik özümüz." Təsəvvür edirsən? Bilinmir. Əl-mühim kimdir, nəçidir özü bilər. Allah islah eləsin. Allah hidayət eləsin. Mövzu nə idi Emil? O sual isə ki, bu Adilin məsələlərini Rəşad hamıdan qabaq. Əhsən. Bax, bunu əqamət çox vaxt deyir. Demək olar ki, hər dəfə oturanda, bu söhbətləri açanda, danışanda, eşitmişsiniz siz də, deyir, Rəşad onu ən birinci bilənlərdəndir. Niyə danışmır? Niyə susur? Elə mümeyyilikdə budur, düz deyirsən. Qardaş, oturdu, durdu, harda? Məni misal çəkir, uşağı göndərdim, uşaq getdi, o ən birinci bilənlərdəndir. Belə şeylər deyir axı. Rayonda, məclisdə, nə bilim, kafedə, dərsdə, harda oturdu, belə ağzı açıldı bu söhbətdən bunu deyir. O ən birinci bilənlərdəndir. Deyə bilmir, qorxur, nədənsə, yaxud nəsə mənfəət güdür, yaxud nə bilim, belə şeylər də demirəm. Yadda saxlayın Emil. Allah razı olsun, soruşdum bunu. Bu, yanında olanlar da yoxdur. Bu kommentariyada, şərh bölmələrində zətdə, indi ətbaları deyirlər də, şeyxin ətbaları. Onlar da doğrudan inanıblar. Onlar da mən baxıram, fikir verirəm, axı mən cəmaatın içindəyəm də. Onlar da bu şeyxin dediyini inanıblar. Adilin səhvini bilənlərdəndir. Adilin xətasını bilənlərdəndir. Niyə danışmır? Niyə susur? Ətbaları yazır hamısı. Biri-birinə deyirlər, biri-birini ötürürlər, biri-biri haqqında söhbət edin, danışırlar da. Və belə bir şey, təəssürat oyanıb ki, cəmaat içərisində Rəşad bilir, susub, gizlədir. Nəyəsə görə, nəyəsə xatir, danışa bilmir də. Yəni bunu dilinə gətirib danışa bilmir bu söhbəti. Yadda saxlayın. Vallahi deyirəm Emil, Rəbbim şahiddir sözümə və qiyamət günü Allahın huzurunda dayanıb cavab verməyə hazıram bu sözümə. Belə bir məsələ yoxdur ki, mən onu bilim, həqiqəti sizə, cəmaata izhar etməyə gücüm çatmasın. Qorxum kiminsə yanında yaxşı olmaq üçün, yaxud hər hansı bir dünya mənfəəti üçün mən onu dilimə gətirə bilməyim, gizlədim. Vallahi yoxdur. Elə bir Adil haqqında, yaxud ümumiyyətlə filankəs haqqında, yaxud ümumiyyətlə içimdə elə bir şey, əlhamdülillah, bugünə qədər olmayıb ki, mən onu demək istəyim, həqiqəti bilim özümdə. Düzdür? Amma gücüm çatmasın deməyə. Nədənsə ehtiyat edim, çəkinim. Ümumiyyətlə yoxdur. O ki, qaldı bu söhbətdə. Adil haqqında olan söhbətdə. Bilir, gizlədir. Qardaş, nəyi bilib, nəyi gizlədirəm? Mən bildiyim şeyi Adil haqqında. Qulaqlarımın şahid olduğu, özüm eşitdiyim şeyi. Onu sən də bilirsən, kütlə cəmaat da bilir hamı. O gizlin deyil ki cəmaatdan. Başa düşdün Emil? Nəyi gizlədir, nəyi bilir? Bəli, mən bilirəm ki, Adil hakimin hökmü barəsində rəhbərin təvaqquf eləmişdi. Nə müsəlman demirdi, nə də kafir demirdi. Buna deyilir təvaqquf, hökm vermir. Mən bilirdim bunu. İndi də bilirəm bunu. Bu tək mən bilmirəm. Bunu hamımız bilirsiniz də indi. Hamımız bilirsiniz bunu. Nəyi gizlədirəm ki mən? Buna qulağım şahid olub. Qulağım şahid olub buna. Bilirəm bunu. Bundan əlavə savayı, başqa. Mən heç nə bilmirəm. Çünki bunun gözlərim buna şahid olub, qulağım bunu eşidib. Təvaqquf vaxtı olub Adilin. Sonradan insandır. Belə soruşur, belə oxuyub, belə bilib. Batil əqidədir. Səhvdir. Düzgün deyil.
Problemdir, ciddi. Sonradan söhbət eləmişik, yaxud da heç söhbət eləməmişəm. Fərqi yoxdur. Mən demirəm mən getdim söhbət elə, yox. Sonradan elhamdülillah adam neynədi? Qayıtdı. Nəyindən? Bundan. Bunu da mən bildiyim budur. Sən nə deyirsən mənə? Hər dəfə çıxıb aləmə car çəkmək nə adı var ki? Bilir gizlədir, bilir demir, bilir susur, qorxur. Niyə danışmır? Mumeyyilik də budur da elə. Yaltaqlıq falan. Qardaş, mən bunu bilirəm. Başqa şey bilmirəm mən. Düzdür? Bunu da hamı bilir. Sonradan özü dedi ki, hə, bildim, başa düşdüm, Allah razı olsun, elhamdülillah, müsəlmandır. Sonra da dərsdə... Hə, etiraf elədi, hətta əsas yazısı da var. Adınla, rəhbərin adınla, hakimin adınla. Və salam qutardı söhbət. İndi burada nə söhbətdir? Yəni, mən bildiyim budur. Bu sualın cavabı qutardı, elhamdülillah. Başqa bir şey yoxdur. Yenə deyirəm, qardaş, səndən, o birisindən nə çəkinəcəyin var, nə bir başqa şey güdmürəm. Və içimdə, qəlbimdə həmd olsun Allaha belə bir bildiyim şey yoxdur ki, özümə deyim. Emil təklikdə olanda, ay subhanallah, bunu danışa bilsəydim, filan kəsə görə danışamıram. Yoxdur vallahi. Sən ki məni tanıyırsan Emil. Siz ki məni tanıyırsınız qardaşım. Mən belə eləməmişəm heç vaxtı. Bilmirəm də, qardaş, başqa şey bilmirəm mən. Bildiyim budur. Sanki elə ab-hava yaradıb ki, sanki nəsə gizlin bir şey Əhsən, belə ab-hava yaradıb və ətbaları da inanıb, insan da oturur, deyir, o doğrudan görürsə Hümmətovda nə var? Özləri də bilirlər. Budur. Vallahi budur. Nə az, nəsə budur. Başqa heç bir şey yoxdur. İndi burada söhbət nədir? Çox uzatmayın bu mövzunu. Bir insanın haqqında söhbət çıxıbsa, Emil, diqqətlə qulaq as, aqil insanlarsınız, arif insanlarsınız, maşallah, və insaf əhli, belə zənn edirəm. Bir insanın haqqında söhbətlər çıxıbsa, söhbət gəzir bir insanın haqqında. O söhbəti həll etmək üçün onun ölməsi daha münasibdir, yoxsa sağ olması? Sağ olması daha münasibdir də. Niyə? Çünki getdin, soruşdun, dəqiqləşdirdin, aydınlaşdırdın və salam qutardı. Öləndə biraz problemdir axı. Ölüb xüsusən də kitablar buraxmayıbsa, bu mövzu barəsində danışmayıbsa, dərsləri yoxdursa, ölüb də necə soruşur? Dəqiqləşdirmək olmur, əhsən. Amma sağdırsa, o söhbəti gəzilən adam, haqqında danışılan adam, sağdırsa, elhamdülillah. Və üstəlik də çıxmaq asandır ona. İndiki vaxtda çıxmaq nədir ki, qardaş? Ged evinə də söhbət elə. Yığ danış da. Yığ otur bir çay məclisində söhbət elə. Su içmək kimi asan bir şeydir də, yəni düzdür. Deməli, sağ olanda. Dedi, münasib hansıdır? Sağ olması. İndi adil haqqında söhbətlər çıxıb. Hesab edin, məsələn, lap mənim haqqımda, lap kiminsə hansısa bir tələbə haqqında. Üzərimizə düşən nədir? O söhbət dəqiqdir yoxsa yox, hətta adam haqqında etiqad eləyək və ona uyğun müamilə aparaq, dəqiqləşdirmək lazımdır. Çünki indi fitnə zamanıdır. Doludur söz aparıb, gətirənlər, fəttənlər, doludur, gəzişirlər ortalıqda. Bax, o qamətin bir sözü var, çox yaxşı sözdür, gözəl sözdür, maşallah. Qamət hər dəfə nə deyir? Mən bunu hamınız şahid olmusu eşitmişsiniz. Mən də çox eşitmişəm yanında. Deyir, qardaşlar, indi o dünyanın düz olan vaxt danışıram da, dünyanın düz olan vaxtında dediyi sözlərdir də. Deyir, qardaşlar, xavariclər haqqında söhbət aparırdılar axı. Qamət budur. Məsələn, o bir fətva vermişdi, saqqalı uzat, montinə qədər uzat. Düzəltmişlər, istehza elirdiyindən falan. Haqqında söhbətlər yayılırdı da qamətin, xavariclər tərəfindən. Qamət hər dəfə belə bir söz deyirdi. Gözəl sözdür. Bizə deyirdi də, qardaşlar, belə şeylər olanda dəqiqləşdirin. Zəng eləyin. Məsciddəyəm deyir. Gəl zöhrdə, götür söhbət elə. Hansı zamanda yaşayırsan deyir, yığ. Hər adamın sözünə inanma. Xavaricdilər axı.
uydura bilərlər, yalan deyə bilərlər, fətvasını dəyişə bilərlər. Belə oynayırlar da. Qamət bu məqamda çox gözəl bir siyasət işlədirdi. Məntiqli və haqdır bu. Əqlən və şər'ən. Şər'ən də haqdır. Qardaş, hansı zamanda yaşıyor? Zəng elə soruş deyir. Dərhal inanma. Düz deyir. Zəng elə soruş. Və qamət haqqında o qədər söhbətlər çıxırdı. Qardaşlar, məsələn, şübhəyə düşürdülər. Zəng edib soruşurdular. İşgəl, şübhə aradan. Qalxır, niyə? Çünki sağdır. Soruşdum. Və salam. Qardaş, adamın özü deyir də day. Söhbəti gedilən adamın özü sağdır dedim. Soruşdum, qutardı. Həll oldu Emil. Elhamdülillah qutardı. Və belə nə qədər söhbətlər qutarıb. İndi qamət nə edir? Bunlar nə edir? Bunların mənhəcinə bax. Özlərinə gəlib çatanda bu məsələ işə düşür. Qaldırırlar. Gözəldir. İndi başqasına gəlib çatanda bilirsiniz nə deyirlər? Deyir ki, Adil haqqında söhbətlər çıxıb axı. Ya Məmməd, Əli haqqı fərqi yoxdur da, indi məlum da söhbət kimlərdən gedir. Yaxşı, mənim haqqımda. Şeyx İbrahim Ruheyli falan bu kimi söhbət. Qamət biz nə deyir? Qamətə gəlib deyirlər ki, şeyx, gedim soruşum da, demirsə filan kəs budur, bunu deyib, bunu deyib. İcazə ver, gedim soruşum, sualları yaz, nə kimi şeylər qaranlıqdır sənə insan haqqında. Gedək soruşaq, səsini yaz. Deyir, gedəcəksən, soruşacaqsan. Hətta and içəcək, Kəbəni Rəbbinə and olsun, inanma. Mənhəcə bax. Düşünməmişsən qamətdən? Yox, deyirlər ki, şeyx, o demir, hətta bəzən istehza kimi deyir, Kəbənin Rəbbinə and olsun. Adil belə and içir. Vallahi, billahi, Kəbənin Rəbbinə and olsun. Yəni, gedib soruşarsan ola bilsin. Ola bilsin, o deyəcək, yox, olmayıb. Hətta ola bilsin, and içsin. Yəni, inanma. İndi, bu maraqlısı nədir? Yəni, öldün də sən, qutardın, sənin söhbətin bitdi, kitabın bağlandı sənin. O birisi niyə elədi? Bir insanın kimdənsə zəhləsi gedirsə, onun kitabı bağlandı. Mənim səndən zəhləm gedirsə, əuzubillah Emil, Allah uzaq eləsin. Mən haqqı görə bilmirəm səndən bağlı. Düzgünlüyü, sıdqı görə bilmirəm. Çünki pərdə çəkir baxı, nifrət edirəm sənə. İkrahım var sənə. Yox. Nə desən qəbul deyil. Çünki yanıma buraxmaq istəyirəm. Zəhləm gedir də səndən. Haqq olan şeylər mənim gözümdə batil damsı. Nə desən də inanmayacağam sənə. Bu Şeyxülislam İbn Teymiyyə bir çox kitablarında bunun səbəbini deyir. Niyə belə olur? Deyir, o dünya mənfəətlidir, həsəddir, filandır, nüfuzdur. Bu kimi şeylər haqqı demək mane olur sənə Emil. İndi deyir ki, ola bilsin gelib soruşarsan, and etsin, inanma. Qardaş, niyə inanma? Sənə özünə gəlib çatanda dəqiqləşdirmək... Sən halda inanmalıyım, yaxşı. And içdi, inanmıram. Emin, and içməsin. Sənin haqqında söhbət çıxıb. Mən gəlib səndən soruşuram. Olub, olmayıb, deyirsən, olmayıb, misal üçün. Mənim bir müsəlman kimi üzərimə düşmək sənin hansı sözünün zahiri ilə müamilə etməkdir bu? Ağzından çıxan sözün zahiri ilə müamilə etməkdir. Olmayıb, olmayıb kimi müamilə edirəm. Birdən allatsan, olub, demisən o sözü. Nə baş verir? Mən bu dünyada səndən bu rəftarı eləyirəm. Sözvə əsasən. Müsəlmansan axı. Əsl ədalətdir. Əslin adillikdir səndə. Sən adilsən, düzdür? Birdən alladırsan, qiyamət günü Allaha özün savab verəcəksən. Nifaq olduğu üçün səndə, Allah'tığın üçün. Amma mənim üzərimə düşən bu dünyada səninlə sözvə görə müamilə aparmaqdır. O ki, qaldı hələ bir and içəsən. Vallahi deyəsən, olmayıb Rəşad. Deməmişəm. Və salam, bitdi söhbət. Amma bunlar neynirlər? Ola bilsin Kəbənin Rəbbinə and içsin. İnanma. Ona görə də gedib soruşmağa, bizim yanımıza gəlmələrinə icazə vermirlər. Onsuz da deyir, bax, niyə icazə versin ki, get soruş, Rəşaddan soruş, filan kəsdən soruş. Qodur ki, inanmayacaq, and içsəm də inanmayacaq. Gəlmir yanıma. Bax, bu da bunların mənhəcidir. Mən
nə demək istəyirəm, qeyd kimi eyni rəftarı biz istiqamətin özü ilə eləmişik. Bir də əhli xavariclər, rafizlər onun barədə nələr yayırdı. Bəs dedim mi? Biz gəlib soruşurduq. Əhsən. Deyir yox, yox elə şey. Demədim onu. Biz onu qəbul edirik, onu demədim. Biz onu qəbul edirik dediyi kimi. Amma halbuki digər deyir gizlədir və s. Düpbədüz. Qamətin haqqında söhbətlər çıxanda, xavariclərdir də, yayırlar da. Düz biz indi inanmırdıq. Qardaşlar var idi deyir, şeyx demisən sən, məsələn Allahı söyən, misal üçün, nə bilim, saqqalla istehza eləmirsən. İndi söhbətlər çox olub da, mən unutmuşam. Gəlib soruşurduq, deyirdik, elhamdülillah inanırdıq. Hə, qamətin özündə belə rəftar edirdik. Və haqq rəftar da budur, düzgündür bu. İndi bu rəftarı əli ilə, vəli ilə etməyə qoymur. Niyə? Çünki boğuz, ikrah, icazə vermir. Gözü yumulub. Və buna əsasən, mən deyirəm ki, bax, bunların hamısına əsasən, mən deyirəm ki, bunların şeyxin apardığı mənhəc, dediyi mənhəc, əhl-i-sünnə mənhəci deyil, əhl-i-sünnə belə mənhəc üzərində deyil, bidət əhlindən müamilədə. Deyil, qardaşım, sən bizə əhl-i-sünnənin mənhəcini bidət əhlində müamilə necə edirlər, öyrətmə. Özləri də təzə şey tapıblar, kitab keçirlər. Bunlar üsul, neysə. Neysə. Şərh edirlər. Adam gülməyə gəlir. Danışım yenə bu barədə demir. Bəsdir, hə? Başqa nə qaldı? Əl-mühim, sualın cavabı məlum oldu? Məlum oldu, əlhamdülillah. O, Şeyx İbrahim Ruheyli söhbətində deyim, danışın. Yoxsa əlavə nə qədərdir? 32 dəqiqədir. Bəs edir yarım saat. Yorulmasın qardaşlar. Yəni, xülasatul cavab, belə bir şey yoxdur ki, mən onu bilim, gizlədim. Yoxdur. Bildiyimi istənilən vaxtı gəlib soruşa bilərsən, ekrana da deyə bilərəm cəmaata. Və bundan əlavə, əlhamdülillah, əhl-i sünnənin mənhəci üzərindəyik, əqidəsi üzərindəyik, bu yolu tutmuşuq və bidət əhlindən uzağıq. Və sonda bir məsələni də qeyd edilməyib, bunu danışmaqla qardaşlarımız elə başa düşməsinlər, kiminsə tərəfini tuturuq. Qamətin, yaxud adilin, yaxud filan kəsin tərəfini tutub danışırıq. Yox, qardaşım, tərəf söhbəti yoxdur. Elə tərəf söhbəti yoxdur deyə bu söhbətlər eləyirik. Tərəf tutmayın. Burada kiminsə adilin tərəfini tutmuram. O istinbat edənlər var, o Əlixanla belə istinbat etdi. Onu kimi miskin insanlar sabah çıxıb belə tutacaqlar. Bunun tərəfini tutdu. Burada çıxıb deyəcəklər ki, o birisilər qamətin tərəfi. Tərəf yoxdur, qardaş. Tərəf söhbəti tutma yoxdur bizdə, əhl-i sünnədə. Əhl-i sünnənin minhəcini biz bilirik və orada olan məsələlərdən biri də tərəf tutma yoxdur. Haqq tərəfi tutulur, haqqın tərəfi tutulur, Emil. Haqq haradadırsa sən oradasan. Burada bu haqdır, deyirsən haqdır bu. Burada batildir, deyirsən batildir bu. Nədən qorxursan, nədən çəkinirsən ki? Düzə düz deyərlər, haqq, səhvə səhv deyərlər. Mən şeyximdir, səhv desə də deyə bilmirəm, nə bilim, o mənim nəyimdir, o mənim müəllimimdir, o mənim... Bunlar hamısı boş şeylərdir, qardaş. Yəni, demək istəyirəm odur ki, kiminsə tərəfi saxlamırıq burada. Qətiyyən, vallahi. Qətiyyən. Tərəf saxlamağı da görmürük biz. Allaha sığınırıq. Əhl-i sünnənin əqidəsindən, mənhəcindən kənara çıxmağa. Hətta ləfsdə belə. Ləfs o ki, qaldı mənada böyük məsələlərdir. Bunlar hamısı boş şeylərdir. Uşaqdılar, ətbaları. Oyun oynayırlar dinlə. Şeyxləri bunlara mənhəc öyrədir güya. Görürük hansı mənhəc öyrədirlər. Bu qədər.